Salam əziz seyircilər. Çox saylı Bakubus sürücülərinin xahişini nəzərə alaraq Bakubusdan hər birinizə təqdim olunan tərcümeyi halın necə yazılması haqqında sizə məlumat verəcəm və tərcümeyi halın necə asan yazılmasını başa salacağım. Bundan əvvəlki videolarımdakı tərcümeyi hallar müəssisədən verilən nümunəyə uyğun yazılmışdır. İndi isə Bakubusun nümunəsinə uyğun yazmalıyıq. Xahiş edirəm diqqətlə dinləyin. Bunun üçün sizə 2 ədəd üçün 4 foto şəkil lazımdır və şəxsiyyət vəsiqəsi, hərbi bilet, diplom, əmək kitabçası və xarici pasport lazım olacaq. İndi isə gəlin başlayaq. Kadrların uçotuna dair anket. Bu anketi biz doldurmalıyıq. Birinci növbədə anketi doldurmazdan əvvəl burada göstərilən foto şəkil yerinə çəkdirdiyiniz şəklin qaçı ilə qıraqlarını kəsib düzəldirsiniz ki, bura yerləşsin. Yapışqandan yapışdırırsınız bura. Ondan sonra keçirik bura. Birinci bənddə soyadınız, adınız, atanızın adını yazırsınız. İkinci bənddə soyadınız, adınız və ya atanızın adını dəyişmisinizsə nə vaxt və hansı səbəbə görə. Əgər belə bir şey baş vermişsə gününü, tarixini yazırsınız. Yox, elə bir şey yoxdursa xətt çəkirsiniz qabağından. Üçüncü bənddə doğulduğunuz gün, ay, il, vər, yer, şəhər, kənd, rayon. Neçənci ildə doğulmusunuz, gün, ay və hansı şəhərdə, hansı kənddə. Dördüncü bənddə milliyyətiniz. Milliyyətinizi yazırsınız, Azərbaycanlı. 5-ci bənddə təhsiliniz nə vaxt və hansı tədris müəssisəsini bitirmişsiniz, diplomun nömrəsi. Təhsil müəssisəsinin adını yazırsınız, diplomun nömrəsini yazırsınız. Sonra aşağıda ixtisasınız diplom üzrə. Onu yazırsınız, peşəniz diplom üzrə. Hansı peşəyə yiyələmisiniz, onu yazırsınız. Və yaxud da sürücülük üzrə sertifikatınız varsa, onun nömrəsini yazırsınız və peşəniz sürücü. 6-cı bənddə göstərir. Elmi dərəcəniz və elmi adınız nə vaxt verilib, diplomun nömrəsi. Əgər bundan əvvəlki təşkilatda müəssisədə işlədiyiniz müddətdə elmi dərəcə almışsınızsa, elmi ad almışsınızsa, onu tarixindən, günündən yazırsınız. 7-ci bənddə elmi əsərləriniz və ya ixtiralarınız vardırmı? Varsa tarixi gününü yazırsınız, yoxdursa qabağından xətt çəkirsiniz. 8-ci bənddə hansı xarici dilləri bilirsiniz və nə dərəcədə bilirsiniz? Məsəl üçün ingilis dili, türk dili, rus dili, bunlardan hansını orta səviyyədə, əla səviyyədə bilirsinizsə yazırsınız. Ya rus dilini, ya türk dilini orta səviyyədə və yaxud da əla bilirəm. 9-cu bənddə məhkəmə məsuliyyətinə cəlb olunmuşsunuzsa nə vaxt, nəyə görə? Əgər məsuliyyətə cəlb olunmuşsunuzsa, onu maddəsi ilə bərabər buradan yazırsınız. Məsələn, Cinayət Məcəlləsinin plan maddəsinə uyğun olaraq cəzalandırılmışam, ya İnzibati Xətalar Məcəlləsinin plan maddəsinə uyğun cəzalandırılmışam. Sonra keçirik ikinci səhifəyə. İkinci səhifədə 10-cu bənddə yazır. Yaxın qohumlarınız, atanız, ananız, qardaşlarınız, bacılarınız, arvadınız, əriniz və uşaqlarınız haqqında məlumat yazırsınız. Burada yazır, qrafik qurulub burada. Qohumluğun dərəcəsi, soyadı, adı, atasının adı, doğulduğu il və yer, iş yeri vəzifəsi və yaşadığı ünvan. Burada göstərildiyi kimi birinci atanızdan başlayırsınız. Birinci yazırsınız atam. Atam yazandan sonra yazırsınız atanızın familiyası, soyadı, adı, atasının adı. Sonra yazırsınız doğulduğu il və yer. Sonra atanızın iş yeri və vəzifəsini yazırsınız. Əgər atanız yoxdursa, rəhmətə gedibsə, bu yaşadığı ünvana yazırsınız. Tutaq ki, Gəncə şəhər Səbzkar qəbirstanlığı və yaxud da Gəncə şəhər İmamzadə qəbirstanlığı. Artıq ünvan orada. Sonra ardıcıllıqla ananız. Sonra ananızı yazırsınız. Ananızı da
soyadını yazırsınız, adını yazırsınız. Bir də ananızın atası evində olan soyadını yazırsınız möhtərəzənin içərisində. Çünki burada vərəqin aşağısında yazılıb arvad ərinin soyadını daşıyarsa, onun əvvəlki soyadı da göstərilməlidir. Ona görə də burada ananızın soyadını yazanda ata evinin soyadını da yazılmalıdır. O da onun kimi doğulduğu il və yer, iş yeri vəzifəsi və yaşadığı ünvan. Əgər təqaüdçüdürsə, yazırsınız təqaüdçüdür və yaxud da sağ-salamat yaşayırsa, yaşadığı hal-hazırda yaşadığı ünvanı yazırsınız. Və yaxud da rəhmətə gedibsə, hansı qəbirstanlıqda dəfn olunubsa, onu yazırsınız. Bu göstərilən cədvəldə ardıcıllıqla, burada necə yazılıb, atanız, ananız, sıra ilə qardaşlarınız, bacılarınız, bunlar yazıb qutarandan sonra öz arvadınız və uşaqlarınız haqqında, ən axırda arvadınız və uşaqlarınız haqqında yazırsınız. Yəni bu cədvəl görəcək, çatacaqdır, yəni o siyahıya. Siyahı nə qədər çox olsa, o siyahıya çatacaqdır. Və axırıncı uşaqlarınızı yazırsınız. Sonra keçirik 11-ci bəndə. 11-ci bənddə yazır. Əmək fəaliyyətinə başladığınız vaxtdan etibarən ali və orta ixtisas məktəblərində oxuduğunuz vaxt hərbi xidmət və əvəzçilik üzrə işdə daxil olmaqla gördüyünüz işlər. Bu bölməni doldurulduqda idarə, təşkilat və müəssisələrin adını vaxtilə olduğu kimi yazmalı və hərbi xidmətdə daşıdığınız vəzifəni göstərməlisiniz. Bu əmək kitabçasını yazmaq üçün. Əmək kitabçasının içərisində nə varsa hamısı ardıcıllığından, doğruluğundan hamısı buraya yazılır. Məsələn, əmək kitabçasını açırsınız. İlk dəfə hansı müəssisəyə işə girmişsiniz. Daxil olduğunuz gün, ay, il buraya yazırsınız. İşdən hansı tarixdə çıxmışsınızsa buraya yazırsınız. Və burada yazırsınız müəssisənin adını, hansı müəssisədə işləmişsiniz və hansı vəzifədə işləmişsiniz. Onu buraya yazırsınız. Burada göstərir idarə və müəssisənin yeri. Həmin müəssisə hansı şəhərdə yerləşir, hansı rayonda yerləşir, onu da buraya yazırsınız. Əmək kitabçasında nə qədər işlədiyiniz yerlər varsa, onları bax bu ardıcıllıqla axıra kimi yazırsınız. Və əmək kitabçasına heç bir söz əlavə eləmək olmaz, qadağandır. Nə də heç nəyi ixtisar eləmək olmaz, qadağandır. Əmək kitabçasında yazılan yazılar necə var, elə də bura köçürülməlidir. Rus dilində əgər indi 30 il, 40 il stajı olanlar var, Sovet dövründə işləyənlər var. Onlarda əmək kitabçasının əksəriyyəti Rus dilində yazılıb. Kiril əlifbası ilə yazılıb. Yəni onları Rus dilində də yazılanlar var, Kiril əlifbası ilə də yazılanlar var. Yəni onları necə var, elə də bura köçürürsünüz. Əgər Azərbaycan dilinə dəqiq, düzgün tərcümə edə bilirsinizsə, onu da yaza bilərsiniz. Azərbaycan dilində də yaza bilərsiniz. Sonra burada gəlirik, doldurulması mütləqdir. 12-ci bənd. Özünüz və ailə üzvlərinizin imtiyazlı barəsində məlumat. Əlilliyiniz varsa yazırsınız, var, yox. Veteranlığınız varsa var, yox. Məcburi köçkünsünüz, var, yox. Şəhidlik statusunuz var, yox. Ailə üzvlərinizdən sağlamlıq imkanları məhdud və öhdənizdə olan şəxslər varsa, yəni öhdənizdə baxdığınız əlil, xəstə varsa, onu buraya yazırsınız, var, yox. Sonra keçirik 4-cü səhifəyə. 4-cü səhifədə 13-cü bənd. 13-cü bənddə yazılır. Xarici ölkələrdə olmusunuzmu? İşləmək üçün xidməti ezamiyyətdə nümayəndə heyəti ilə birlikdə və s. Burada göstərilib, cədvəl qurulub, ay və il yazılıb. Nə vaxtdan nə vaxta kimi hansı ölkədə olmusunuz?
Burada yazır. Xarici ölkəyə getməkdə məqsəd nədir? Buradan yazırsınız. Xarici pasportunuzu açırsınız. Xarici pasportun arxasında bütün devirlər yazılıbdır. Bu axır zamanlar qabaqki köhnə vaxtı yazmağa ehtiyac yoxdur. Məsələn, Sovetin vaxtında onlara ehtiyac yoxdur. Hal-hazırda axırki bu 10 ildə, 15 ildə getdiyiniz xarici ölkələr var. Onları başlayırsınız yazmağa. Ən azı 3 ölkəni yazmalısınız. Çünki 3 dənə yer qoyulub. Məsəl üçün, tutaq ki, Rusiyaya getmişsiniz 2010-cu ildə, qayıtmışsınız 2011-ci ildə. Yazırsınız 2010, gününü, ayını da yaza bilsəniz daha yaxşı olar. 2010-dan tutaq ki, 2011-ci ilə kimi. 2011'də buradan yazırsınız. Sonra burada hansı ölkədə yazırsınız? Məsəl üçün, Rusiya Federasiyasının Novosibirsk şəhəri. Sonra burada yazır. Xarici ölkəyə getməkdə məqsəd. Yazırsınız ki, ya bizneslə məşğul olmağa getmişdim, ya istirahət etməyə getmişdim. Yazırsınız istirahət məqsədi ilə, yaşamaq məqsədi ilə, işləmək məqsədi ilə. Bu 3 sözdən birini yaza bilərsiniz. Yəni Gürcüstanda olmuşsunuz, Gürcüstanda eyni burada yazıldığı birinci sırada yazıldığı kimi Gürcüstanda elə yazırsınız. Məsəl üçün çox sürücülər Gürcüstana nəyə görə gedirlər? Yazırsınız ki, Gürcüstana nə məqsədi ilə getmişdim? Avtomobil ehtiyat hissələri almaq məqsədi ilə. Elə bir şey yazırsınız buradan. Sonra gəlirik 14-cü bəndə. 14-cü bənddə yazır Respublika, şəhər və rayon seçki orqanlarında iştirakınız. Əgər seçki orqanlarında siz iştirak etmişsinizsə, sizi orada hansısa bir vəzifəyə dəvət ediblərsə, sizi seçiblərsə, siz burada göstərirsiniz. Seçki orqanının hardadır yerini yazırsınız. Adını yazırsınız, hansı məntəqədir və sizi hansı vəzifə verilib. O vəzifəni yazırsınız. Məsələn, sizi ora müşahidəçi kimi dəvət ediblər, yoxsa jurnalist kimi dəvət ediblər, yoxsa bir adi bir vətəndaş kimi dəvət ediblər və seçildiyiniz, çıxdığınız, burada seçildiyiniz tarixi yazırsınız, bir də çıxdığınız tarixi yazırsınız. Ümumiyyətlə belə götürəndə bu seçki orqanlarında iştirak yazmasanız da olar. Yəni bu ancaq ora vəzifəyə seçilənlərə aiddir. Seçki məntəqəsində hansısa bir vəzifəni icra etməyə aiddir. Qabağından xətt qoyun. 15-ci bənd. Nə kimi dövlət mükafatı almışsınız? Nə vaxt və nə ilə təltif olunmusunuz? Əgər bundan əvvəlki işlədiyiniz müəssisədə mükafat almışsınızsa dövlətdən, hansısa mükafatı almışsınızsa, onu yaza bilərsiniz ki, hə, mən filan tarixdə, filan yerdə, filan bir dövlət tərəfindən filan bir mükafatı almışam. Yox, əgər elə bir şey yoxdursa, qabağından xətt çəkirsiniz. Gəlirik 16-cı bəndə. 16-cı bənddə yazır. Hərbi mükəlləfiyyətə münasibətiniz və əskəri rütbəniz. Əskəri xidmətdə sizin rütbəniz nə olub? Çavuş, gizir və yaxud da leytinant və yaxud da sıravi. Onu bura yazırsınız. Və hansı hərbi hissədə xidmət etmişsinizsə, o hərbi hissənin nömrəsini yazırsınız. Bir də hərbi biletinizin nömrəsini göstərirsiniz. 17-ci. Ev ünvanınız. Hal-hazırda hansı ünvanda yaşarsınızsa, o ünvanı göstərirsiniz. Sonra gəlirik burada telefon nömrəsi aşağıda. İşlətdiyiniz, daim işlətdiyiniz telefon nömrəsini yazırsınız. Və kadr anketini, bu anketi ha vaxt doldurub yazıb qutardınızsa, həmən tarixi yazırsınız buradan. Hansı günkü təqdim eləyəcəksiniz bunu müəssisəyə. Həmən günün tarixini buradan yazırsınız. Və qol çəkirsiniz, adınızı, familiyanızı da buradan yazırsınız.
Bu kadr anketi qutardı. İndi keçirik tərcümeyi halın özünə. Tərcümeyi halda da ikinci şəkli də bayaq göstərdiyim kimi bu qrafiyə yerləşdirirsiniz, yapışdırırsınız. Sonra buradan başlayırsınız. Soyadınız, adınız və atanızın adı. Və aşağıdakı sətirdən abzasdan başlayırsınız yazmağa. Mən filankəs oğlu, filan tarixdə, filan ildə, filan şəhərdə, filan rayonda, filan kənddə anadan olmuşam. Filan ildə, filan tarixdə birinci sinifə getmişəm, filan kənddə, filan şəhərdə, filan nömrəli məktəbdə birinci sinifə getmişəm və filan tarixdə də 11-ci sinifi qutarmışam. Sonra yazırsınız, mən filan tarixdə həqiqi hərbi xidmətə çağırılmışam, həqiqi hərbi xidmətdən filan ildə təxris olunmuşam. Sonra təxris olunandan sonra gəlib hansı işlərlə məşğul olmuşsunuzsa, işləmişsinizsə onu yazırsınız. Yox, işləməmişsinizsə, hansısa bir universitetə, hansısa bir kollecə, peşə məktəbinə daxil olmuşsunuzsa, onu yazırsınız. Və yaxud da hərbi xidmətə getməmişdən qabaq orta məktəbi qutaran kimi universitetə daxil olmuşsunuz və yaxud da hansısa peşə məktəbinə daxil olmuşsunuz. Yəni bu ardıcıllıqla yazılmalıdır. Eynicə ardıcıllıqla. Bu tərcümeyi halı yazmaqdan ötürü, bax bu kadr anketi ki var, bayaqları yazdığımız kadr anketi. Bu kadr anketində nə yazmışsınızsa, hamısı ardıcıllıqla bax bu tərcümeyi hala köçürülməlidir. Yəni burada bir söz yazım, kadr anketində ayrı söz, bu ola bilməz. Onda bu düz olmayacaq. Yəni sənədiniz geri qayıdacaq sizin. Ona görə də kadr anketini diqqətlə oxuyun, yanınıza qoyun. Bu tərcümeyi haldakı yazılanlar bu kadr anketində yazılanlarla üst-üstə düşməlidir. Üst-üstə düşməlidir. Ona görə də dəqiqliyi ilə yazırsınız. Ondan sonra universiteti, məktəbinizi yazandan sonra, hərbi xidmətinizi yazıb qutarandan sonra, ondan sonra açırsınız bu kadr anketində, bayaq göstərdiyim kimi. Burada 11-ci bənd. Əmək kitabçasını yazdığınız səhifə. Bax bu əmək kitabçasında burada nə yazmışsınızsa, hamısını bax bu tərcümeyi hala köçürdürsünüz. Ardıcıllıqla. Yazıb qutarandan sonra, ondan sonra başlayırsınız təzədən ailəniz haqqında yazmağa. Bax bu 10-cu bəndi başlayırsınız. Bax bu həmən bu cədvəldə nə yazmışsınızsa ardıcıllıqla. Bunun hamısını bax bu tərcümeyi hala köçürdürsünüz ardıcıllıqla. Yer çatacaq. Burada vərəqin arxasında da çoxlu yer var. Bax bu xəttlər. Ardıcıllıqla nə qədər ailə üzvünüz varsa, atanızdan tutmuş, arvadınız və uşaqlarınıza kimi hamısını bura köçürürsünüz. Və qutardıqda burada hansı günkü təqdim eləyəcəksiniz, yəni bu kadr anketində hansı ki gün tarixi yazmışsınızsa, kadr anketinin arxasına, bura hansı tarixi yazmışsınızsa, həmən bax bu tərcümeyi halada həmən tarixi yazacaqsınız və imza, qol çəkəcəksiniz, adınızı, familiyanızı, soyadınızı yazacaqsınız. Sadə və asan. Mən başa saldığım kimi, mən dediyim kimi etsəniz, sizin tərcümeyi halınız geri qayıtmayacaq. Diqqətinizə görə çox sağ olun. Təşəkkür edirəm. Xahiş edirəm mənim kanalıma abunə olasınız. Və şərhlərdə sizə maksimum köməyim olması barədə yazın. Və əgər başa düşmədinizsə, şərhlərdə yazın, kömək edə bilərəm. Telefon nömrəmi də qoyacağım. Sağ olun.